Mən panik ataka bir xəstəlik kimi yox, xasiyyətin bir halı kimi baxdığım üçün o yüzden panik ataklı xəstələrin sağalması biraz çətindir. Başlanğıcda ürəkdə problem olmur, gələcəkdə müntəzəm bu hallarda bəli ürəkdə dəyişikliklər yarada bilir. Hamı indi tələskən modda olduğu üçün həmən nəticə görmək istəyirlər. Bu hər yerdə belədir. Bəli. Bütün sferalarda belədir. Kişilər üçün 40-45 yaşdan sonra artıq ürəyin işemik xəstəliklərlə əlaqəli əlamətlər üzə çıxardı. Yəni yaş da bizə hardasa köməklik edir. Problem ümumiyyətlə bizim həyata baxışımız. Bəlkə də bu bölgənin bir düşüncə tərzi var. Biz hamımız işə başlayanın təqaüdə çıxma zamanı gözləyirik. Nə vaxt təqaüdə çıxacaq? Yəni həkim yanına gəldikdə sanki həkimlərin seyirli dəyənəyi var. Anında sənin bütün problemlərini anında həll etməlidir. Pasientlərə 6, 7, 8 bəzən dərman yazılır. Məcburiyyət qarşısında. Bəli, pasientin ehtiyacı var. Danışmağa ehtiyacı var. Pasientə vaxt ayrılmalıdır. İnsan özünlə tək qalmaq, özünün bədənində gedən o səsləri eşitmək, onun üçün gör necə vahiməli. Pasient onunla fərdi yanaşıldı, fərdi söhbət edildiyini duymalıdır.